Hörmətli abituriyentlər və müdavimlər, bugün sizə yeni bir test tapşırığı təqdim edirəm. Mürəkkəb mübtədanın ifadə vasitəsi ola bilməz. A variantında verilib mürəkkəb isim. Ümumiyyətlə bir buradan haşiyə çıxım ki, yəni mürəkkəb mübtəda dedikdə nitq hissələrinin ümumiyyətlə mübtədanın ifadə vasitələri ikiyə ayrılır. Sadə mübtədalar və mürəkkəb mübtədalar. Əgər mübtədanın ifadə vasitəsi nitq hissəsindən ifadə olunubsa, isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə ifadə olunubsa, sadə mübtədadır. Söz birləşmələrlə, tərkiblərlə, mürəkkəb adlarla ifadə olunubsa, mürəkkəb mübtəda hesab olunur, sayılır. Yəni qayda belədir. Orada da 4 variant verilib. A. Mürəkkəb isim.